Buyur Fatimə. Keçdiyimiz qaydanı sübut elə. Sözləri yaz və izah elə. Sən də. 2 söz yazın, eyni hərflə başlayan. Sonra araşdırın görüm hansı əlifba sırasında birinci olacaq. Aha, buyur. Bayram Bakı. Aha, izah elə. Bayram Bakı sözlərində B hərfləri eynidir, A hərfləri də eynidir. Ona görə Y ilə K hərfi fərqlidir. Birinci Y2 hərfi gəlir deyə, birinci Bakı, sonra bayram olur. Çox gözəl, əla. Buyur, sən izah elə. Burada arı, aslan var. Bu arıların ikisi də eynidir. Rinası ayrıdır. Ona görə də arı birinci olmalıdır. Nədən bildin arı birincidir? Çünki birinci gəlir. R nədən birinci gəlir? Hansı hərfdən? Yox, əlifba sırasında birinci gəlir. Yox. Sən hansı hərfləri müqayisə elədin? Makerini mənə ver. Sən burada R-na S-ya baxdın da. R S-dan əvvəl gəldiyinə görə birinci arı olur. Təşəkkür.